Gəlin. Nasıl çevirseydi yaxşı olardı? Hə? Çevirseydi yaxşı olardı. Mənim adım Duyuru. Bugünkü dərsimiz 30 metr məsafəyə qaçışdır. Saniyə ilə icra edəcəyik onu. İlk dəfə olaraq Qəbələ rayonuna səfər etmişdim. Soruşdular hansı rayondansan? Dedim ki, Yardımlı rayonundan. Ondan dedilər adını eşitmişik, yəni özü haqqında heç bir məlumatımız yoxdur. Gəldim, bir səhifə açdım. Yardımını tanıyaq və tanıtıraq bir səhifə. Yəni rayonumuzun gözəl yerlərini gəzdim, çəkdim, tanıtırdım və 2020-ci ilin may ayıydı. Gördüm ki, başqa bir səhifədə turlar edirlər də, Azərbaycanda turlar var. Yazdım ki, yəni yardımlıya niyə tur olunmur ki? Dedilər ki, axı yardımda gəzməli yer bilmirik də, yəni belə yerlər. Dedim ki, siz gəlin, mən göstərəcəm. İlk dəfə də yəni bura gələn xaricdən olmuşdu. Yəni səhifəmdə görmüşlər, gəlib demişlər ki, Azərbaycanda belə bir yer. Onlar demişdi ki, yəni belə bir yer yoxdur da, yəni Azərbaycan. Sonra mənim səhifəmə yazdılar, gəldilər. Apardım onları gəzdirdim. İlk dəfə olaraq bu turistlər bura gələndə kənd cəmaatına bir qəribə gəlmişdi. Bu qədər insan gəlir, şəkil çəkirlər, hərə belə gəzirlər. Bizim insanlar bunu görməmişdi. Gördüm, belə necə deyim, şoka düşürdülər. Ondan daha sonra yəni, alışdılar. Yəni onlar mənim toyum, turistlər gəldilər mənim toyuma. İlk dəfə olaraq kənd toyu gördülər, yəni oynadılar, dedilər, güldülər. Həm də bizim toylarda bəyin oğurlanması var, onu gördülər, yəni özləri, bəy tərifi var, onu gördülər. Yəni turistlərə də həm fərqli oldu, həm kənd cəmaatına da maraqlı olmuşdu. Yəni toya hamı gəlmişdi, hamı baxırdı ki, görə İsmətin toyu necə keçirdi. Yəni ...59 yaşım var, bu kənddə anadan olmuşam, böyümüşəm, bu kəndə də gəlmişəm. Kənd həyatı yaşayır, mal-qarı saxlıq, qoyun saxlıq, toyuqca saxlıq, əkin, kartof, soğan, belə tərəvəz hər nəydə özümüz, bu kənd tək biz yox amma, kənddə hamı özü əkib becərir. Bizim kənd qədim kənddir, biraz
Məsələn, çox dinə üstünlük verən kənddir. Çox açıq-saçıq, məsələn, geyimlərdən xoşumuz gəlməz. Bizim bu kənd 5 dənə nəsildən də bir tayfa biz deyirik də. Tayfadan ibarətdir. Çox mehribandılar. Bir-birindən qohum olublar. Qızlar 18 yaş məktəbi qutaran kimi çoxlu ailə qurur. Yəni mənim elə öz qızım da 18 yaşı qutarıb ailə qurur. Əvvəllər qızlar oxumurdu, son vaxtlar başlayıblar yaxşı oxumağa. 3-4 ildir bizim kənddə ayrı kəndlərdə oxuyurdular, instituta gedir. Amma bizim kənddə bu il belə 2-3 ildir universitetdə qızlar gedirlər də. Ona görə həmişə belə çingirlər var. Bax, təndir çörəyini qoxu verin bu. Hə. Hoppa. Oy. Salam aleyküm. Hoş gelmişsiniz. Ve kətdə yaşadığın direkt təsərrüfatın olmalıdır. Əkindən də məşğul olmalısan, maldarlığında olmalıdır, arıçılığında olmalıdır. Əgər sən təsərrüfatın yoxsa, git şəhərdə yaşa da, burada nə yaşayırsan. Bugün arının olmağı xeyir var, məsələn, balımız olur. Gəlir kəndimizə elə qonaqlar da gəlir, qonağı üzüyaq qarşılaya bilirsən. Əgər bugün sənin mal heyvanın varsa, qonağın gəlir, ona qatdığı, sütü, yağı özündən təbisi olur da. Həm öz sağlamlığımıza da xeyirdir. O dövrlə bu dövr indi bu dövr yaxşıdır. Hə, bu dövr yaxşıdır Azərbaycan. Çörək olmaydı, gedəydi hərə bir tərəfdə bir əlcə çörək qazanıydı, gələydi, kilfətini saxlayırdı. İndi Allaha şükür, ailələri yanında, uşaqları yanında, müəllim olanı müəllimdir, uşaqlar gedəyin institutda oxuyur, fərəhlənirlər. İndi yaxşıdır. Mən deyəm kimin qız uşağı var, oxutsun. Kimin oxutsun valla. Mən o uşaqlarıma deyəm, o müəllim oğlumun elə qızı yoxdur, 2 oğlu var. Deyəm qızın olsaydı oxudardım. Oxudardım. İndi qızın oxumağı yaxşıdır, xeyirdir o zarı alır. Özü öz görəcin işləyə çıxardı. Day evdə başqasına minnətkar olmayı, yoldaşına ya o birisinə üzüm işləyəm, üzüm çörəyimi çıxardı. Kəndin adətləri o idi. Bax, xeyrimiz, şərimiz olardı. Gedərdilər xeyrə, şərə, kömək eləyərdilər, yaxşı vaxtında işləyərdik, gələrdik. 2 gün, 3 gün toy olardı. Gedib toyda iştirak edirdik. İndiki kimi yox, indi 1 saat toy olayı dağıldı, getdi o yana. Valla dağıldı, getdi o yana. Məsələn, mənim babam hələ bu dəqiqə o vaxt yaşıl formada bir pasport verilirdi. 1889-cu ildə anadan olub, bu kənddə olub. Onun atası bu kənddə olub, babası bu kənddə olub, babası Mir Həşim bu kənddə olub. Onun
atası Mir Fəthullah bu kənddə olub. Yəni bu belə götürəndə bu kəndin tarixçəsi gedib çıxardılsın 1700-cü illərə, bax belə. Düzdür, kəndin əsl kökü Milə kəndi olub. Kəndimizdə harasa bir kilometrə yaxın aralıdadır, bir talanın içindədir. İndi orada düzdür, kənddən əsər əlaməti yoxdur, amma kəndin qəbrəstanlığı var, müqəddəs orada ocağı vardı. Yəni o toxunulmaz bir ocaqdır, hamının da inamı oradadır. Həm də ki, kəndimizin cənubunda kanyon deyilən bir yer var. O kanyonun içərisindən axan çay da o Milə kəndinin adı ilə bağlıdır. Milə çayı deyirik biz oraya. Buraya gələn məsələn qonaqlar gəlir, lap xarici turistlər də gəlib buraya, çoxlu qonaqlar gəlir. Onlar bu kəndə baxanda bu qonaqlar deyir ki, zəmanənin cənnətidir bu kənd. Bizim indi yəni cəmaət ancaq bu dəqiqə öz əməyi ilə yaşayır, öz əməyi ilə dolanırlar. Kimisi əkir, kartof əkir, kimisi buğda əkir. Bu sahələr hamısı əkin sahələrdir. Hamısını əkmiş, indi gözlərinə baxsa yetişəcək buğda. Biz aparıb unumuzu, gəlimizi düzəldib və belə biz vəziyyətdə dolanırıq.